Təşəkkür edirəm, hörmətli Sahibə xanım. Hörmətli xanım sədr, hörmətli həmkarlar. Edəcəyimiz dəyişiklik abidələrin dövlət qeydiyyatı ilə bağlı beynəlxalq humanitar hüququn pozulmuş müddəaların pozulması, aparılan danışıqlarda, diplomatik danışıqlarda Azərbaycanın mövqeyinin gücləndirilməsi baxımından mühüm bir bazanın formalaşmasına töhfə kimi də dəyərləndirilə bilər. Çünki torpaqlarımız işğal altında olarkən biz bu acı təcrübəni yaşadıq. Mən nəyi nəzərdə tuturam, icazənizlə onu həm faktlarla, həm də beynəlxalq sənədlər əsasında izah eləmək istəyirəm. Bir yer, bir məkan, bir xalqa məxsus olması təkcə beynəlxalq hüquqla ölçülmür. Tarixlə, siyasətlə və yaxud da BMT Təhlükəsizlik qətnamələrlə ölçülmür. Qəbul olunan odur ki, bir xalq uzun nəsillər bir yerdə yaşayırsa, onun maddi mədəni irsi olmalıdır. Çünki bu sual dəfələrlə qalxıb, xüsusilə Şuşanın bizə məxsusluğundan bağlı və buna da cavab verən çox saylı alimlər var. Onlardan biri məşhur Alman alimi Michael Reinhard Hessdir. Hess bizim dilimizi gözəl bilir və orijinal mənbələrdən istifadə etməklə Şuşanın irsi haqqında yazdığı kitabda göstərirdi ki, 19-cu əsrin sonunda Şuşa və ətrafda 95 şair yazışı yaşayırdı Azərbaycanlılar. 38 bəstəkar var idi, 22 Azərbaycanlı müğənni. Biz bunu ermənilərin iddiasına müqayisə etsək, həmin dövrdə ermənilərin adını çəkəcəyi bir şəxs belə olmamışdır. Hazır ki, bu dəyişiklik elədiyimiz qanunda nəzərdə tutulur ki, əgər bir xalqın, bir dövlətin ərazisi işğala məruz qalırsa, onun abidələri qənimət kimi ələ keçirilərsə, onda beynəlxalq təşkilatlar qarşısında hesabat məsələ qaldırılmalıdır və hesabat təqdim olunmalıdır. Təbii ki, həmin hesabatın da təqdim olunması üçün biz bu pasportlaşmaya, sənədləşməyə ehtiyac duyuruq. Necə ki, 1977-ci ildə Azərbaycan Respublikasının ümumi lideri Heydər Əliyev təşəbbüsü ilə Şuşanın mərkəzi hissəsi tarixi və mədəni qoruq elan olundu və bugün həmin hissənin, deməli, UNESCO konvensiyasına əsasən 1972-ci il mədəni və təbii irsin qorunması haqqında konvensiyaya əsasən onun qorunan abidələr siyahısına daxil edilməsindən bağlı fəaliyyət ortaya qoyulur. Deməli, Azərbaycan qanunvericiliyində təkcə konstitusiyamız, hazırda müzakirə edildiyimiz qanun deyil, tərəf çıxdığımız beynəlxalq müqavilələr də haqqı pozulmuş, belə deyək də, və yaxud da ki, dağıdılmış abidələrlə bağlı məsələlərin qaldırılması üçün bizə kifayət qədər əsas verir. İşğal dövründə 437 mədəni abidəmiz ciddi ziyana məruz qalmışdır. Onun 67-si tamamilə tarmar edilmişdir. Təsəvvür edin ki, Xocalı rayon ərazisində Pirilər kəndində bir abidə var. Bu əslində xristiyan Albanlara məxsus bir abidədir, amma həmin abidədən silah sursat anbarı kimi istifadə olunub. Bu onu göstərir ki, qarşı tərəf özü xristiyan dininə məxsus olsa da, xristiyan abidələrinə belə hörmət qoymamışdır. Amma beynəlxalq konvensiyalarda deməli iki istiqamətə diqqət yetirilir. Bunlardan biri dediyim kimi maddi mədəni irslə bağlı və onun əsasında hazırlanan mədəni irsin qorunması haqqında siyahıdır və orada misal üçün bizim həmişə fəxrlə dediyimiz abidələrdən biri İçəri şəhər, Şirvanşahlar və Qız qalasına bir yerdə daxil olub, Şuşa ilə bağlı məsələ davam etdirilir. Digər məsələ isə qeyri-maddi mədəni irsin qorunmasına bağlı 2003-cü il konvensiyasıdır. Bunun əsasında isə qeyri-maddi mədəni irsin qorunmasına bağlı reprezentativ siyahı var. Burada isə misal üçün bizim deyək ki, aşıq sənəti ilə bağlı və yaxud da ki, Şuşa və Qarabağın məskəni olduğu muğam sənəti ilə bağlı məsələlərin qaldırılmasına ehtiyac var. Çünki Ermənistan uzun illər coğrafi deməli, vahidlik qalmaqla regionun iqtisadi, siyasi, mədəni vahidliyini pozmuşdur. Və sonda bildirmək istəyirəm ki, mən qanun layihəsinə edilmiş dəyişikliyi çox tərəqqipərvər və bizim ümumi işimizə töhfə kimi qiymətləndirirəm və səs verəcəyimi bildirirəm.